1, 2 və 3-cü nömrəli qablarda dəmir 3 xloridin suda məhlulu verilmişdir. Qablara müxtəlif metal lövhələr X və Z əlavə olunur. Birinci qabda qazanılda maddə alınır və çöküntü əmələ gəlir. İkinci qabda heç bir dəyişiklik baş vermir. Üçüncü qabda isə metal lövhənin kütləsi artır. İstifadə olunan metal lövhələri də aşağıda verilib. Deməli, avtomatik buradan belə başa düşürük ki, birinci qabda qaz və çöküntü alınırsa aktiv metaldır, kalsiumdur X-imiz. Y-ımız dəyişiklik baş vermirsə misdir. Üçüncü qabda da metal lövhənin kütləsi artsa maqneziumdur. Deməli, bizə də deyir, üçüncü qabda 14 qram dəmir alınarsa metal lövhənin kütləsi 2 qram artar. Biz nə edəcəyik? Dəmir 2 xloridlə maqneziumun reaksiyasını yazırıq. Buradan alınır maqnezium xlorid və dəmir. İndi biz burada 14 qram dəmir alınarsa, 14 qram dəmir metal lövhənin kütləsi neçə qram artardı? Gəlin baxaq, normalda 56 qram dəmirdir və 24 qram maqnezium reaksiyaya gedərsə, bunlar arasında nə qədər fərq var? Yəni 56-dan 24-ü çıxacam. Bu da eləyəcək 32 qram fərq var bizdə. Yəni artma var, artış var. Deməli, 56 qram dəmir alınanda 32 qram artma varsa metal lövhədə, bizdə 14 qrama X-dir. Buradan da X də bərabərdir, eləyəcək 8 qram. Yəni 8 qram metal lövhənin kütləsi artacaq.